Demiş xanım, birinci siz qeyd elədiyiniz o razılaşma, deyək ki, o razılaşma memorandum şəklində 4-cü gün onlayn formada imzalandı. Onu istəyirəm ki, tamaşaçıların diqqətinə çatdıraq və o rəsmi şəkildə imzalanma gələn həftənin 4-cü günü imzalanacaqdı. Artıq o razılaşma olacaqdı. Yəni ki, o mineralların istismarı məsələsinin, yəni ki, Amerika ilə birləşdirilməsi. Bu məsələnin birdən-birə sürətlə həll olunmasının səbəblərindən biri də, bax, siz qeyd elədiniz ki, keçən həftə Sumi vilayətində faktiki Rusiyanın törətdiyi cinayətdən sonra, yəni Amerikada, nəinki bütün Amerikada, nəinki bütün dünya, eyni zamanda Amerikanın daxilində də Trumpın nüfuzuna böyük xələl gələn bir məsələ oldu. Yəni ki, faktiki olaraq Rusiya dövlət başçısı Trumpın demək olar ki, bütün çağırışlarını çox belə kobud şəkildə ifadə edir, vecini almır. Yəni ki, məsxəriyə qoyur hətta. Həmişə gülümsəməklə belə də qarşılayır onun sözlərini. Ona görə də mən hesab edirəm ki, bu ilkin dövrdə bu memorandumun onlayn da olsa imzalanması və gələn həftə 4-cü gün imzalanmasına, rəsmi şəkildə imzalanmasının olması bu bir növ Putinə olan cavab idi ki, bax, bunun ardınca başqa şeylər də gəlir və siz də qeyd elədiyiniz kimi o deyildi ki, Trump çıxışında deyildi ki, bu həftə ərzində, bu həftə bitir, artıq həftə bitir, yəni ki, bazar gününə qədər siz dediyiniz kimi 2 gün ərzində cavab verməlidir. Müsbət cavab verəcəkmi? Bu müsbət cavab verməyinə bəzi şərtləri var. Yəni ki, bilirsiniz necə, Rusiyanın şərtlərini demirəm, amma bunu sürətləndirə biləcək bəzi şərtlər var. Siz bilirsiniz ki, Parisdə də Ukrayna ilə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəhbəri Rubio və Uitkov arasında Ukrayna rəsmilərinin görüşləri oldu. Görüşlərdən çox geniş məlumatlar verilməsə də, hər halda bu məsələnin birinci Parisdə keçirilməsi təsadüfi deyil. Ona görə ki, Fransa prezidenti bu məsələdə xüsusi bir emosionallıq, hətta mən deyərdim ki, nümayiş elətdirir Ukrayna məsələsində. Çox kəskin mövqeylər qoyur. Hər halda mən hesab edirəm ki, bunu Amerikalılar eyni zamanda həm də Fransa ilə görüşür ki, Parisdə keçirilməsi elə belə təsadüfi deyil. Həm də Fransa prezidenti ilə görüşürlər. Ola bilsin ki, perspektivdə hətta koordinasiyalı siyasət yerisində. Siz bilirsiniz ki, növbəti görüş gələn həftə Londonda keçiriləcəkdir. Yəni, bu görüş davam edir. Bu görüşün davam etməyinin səbəbi bir-birinin ardınca elə Putinə mesajlardır. Biz gözləyək görək ki, həqiqətən də Putin buna müsbət reaksiya siz dediyiniz kimi verəcək, yoxsa Putinin hələ yenə də fırlada bilər məsələni ki, yenə də gülümsəməklə, yenə də bir saya salmamaqla. Amma gəlin belə deyək ki, Rubio'nun bir çıxışında bir detalı mən tamaşaçıların da diqqətinə çatdırmaq istəyirəm ki, Rubio dedi ki, onda bizim prioritet bildiyimiz başqa məsələlər var. Yəni, burada iki tərəfli məna var. Həm o deyir ki, dünyada başqa hadisələr olur, ora daha çox diqqət yetirəcəyik. Eyni zamanda prioritet hesab elədiyimiz məsələlər, yəni Avropa İttifaqı ilə yenidən birlikdə Ukraynaya yardım etmək, kömək etmək və Rusiyanın atəşkəs imzalamasından qaçdığını nümayişkənarə şəkildə artıq dünyaya sübut eləməkdir ki, yəni ki, bu gedir. Yəni ki, Rusiya dediyi şərtlər ki var ki, atəşkəsdən əvvəl həyata keçirilsin, bunu dəfələrlə səsləndirirlər, istəyir kəşfiyyat xidmətinin rəisinin simasında, istəyir Putinin dilindən ki, tutduğumuz ərazilər mütləq bəribaşdan Ukrayna tərəfindən hüquqi cəhətdən de-yure tanınmalıdır. Təbii ki, buna Ukrayna getmir, nəinki Zelenski getmir. Sevinç xanım, Ukraynada bir nəfər də buna razı deyil. Yəni ki, mən Ukrayna mətbuatını ciddi izləyirəm, Ukrayna hərbiçilərinin mövqeyini, Zelenskiyə müxalif olan qüvvələr belə bu məsələni qəti şəkildə qəbul etmirlər ki, biz torpaqlarımızı danışıqlar yolu ilə də, biz onu heç vaxt tanımayacağıq, yəni ki, və üzərimizə də götürürük ki, hərb yolu ilə qaytarmayacağıq da, yəni biz bunu danışıqlar yolu ilə qaytaracağıq. Yəni bu istiqamətdə. Əgər buna Rusiya getməsə, siz deyən kimi, 9 mayda hansı parada hazırlaşırlar və nə dərəcədə, yəni ki, Ukrayna üzərində qələbəni də ora qatmaq istəyirmi ki, yəni ki, belə bir məsələ olsun. Hər halda mən inanmıram ki, 20 aprel Pasxa bayramı gününə qədər, çünki Paris danışıqlarından sonra da hiss olundu ki, dedi ki, qarşıdakı yaxın həftələr ərzində, yaxın həftə 9 maya qədər çox da qalmayıbdı, 2 həftə qalıbdı. Yeri gəlmişkən elə Trump'ın da 100 gününə 2 həftədən az qalıbdı. 12 gün qalıbdı. 30 apreldə 100 günü tamam oldu.
Və faktiki olaraq Sevinç xanım, Trump 100 günlə Ukrayna məsələsi ilə bağlı əliboş gedir. Yəni faktiki olaraq ortada bir şey yoxdur. Bir günə qurtarmaq istəyən, 24 saata qurtarmaq istəyən 100 günə qurtara bilmir. Burada Trump'ın nüfuz məsələsi də var. Ona görə də mən hesab edirəm ki, Trump burada açıq deyilməyən sözləri görünür müəyyən dərəcədə gizli şəkildə də çatdıra bilərlər ki, silahlar verə bilərlər, yenidən yardımı artıra bilərlər.